İmam Rıza'nın həyatında yazıblar, bu davranışı idi bu. Yəni belə deyil ki, bir gün bu işi Belədir, gördü. 2 gün belədir. Tarix nəql eləyir ki, məsələn İmam Rıza'nı mən gördüm, bir bayram günündə Eid-i Fitrdə belə bir iş gördü. Yox, deyirlər İmam həmişə davranışı bu idi. Xörək gətirərdilər, süfrənin də başlamamışdan əvvəl sini tələb eləyərdi, padnos tələb eləyərdi. Sinini niyə tələb eləyərdi? Xörəkdən ayırardı, qoyardı. Hələ yeməmişdən əvvəl. Özü yeməmişdən qabaq. Tamam xörəklər ki var, ondan ayırardı var. Deyərdi, bu aparım verin fəqirə. Nə xörəyin axırından, xörəyin əvvəlindən. Bu, onlar kəramətli etam. O birisinin də savabı var, ha. Savabdan söhbət getmir. Kəramətdən söhbət gedir. Ali cənablıqdan, kəramət günləri mənası budur. Yəni, kəramət fəqət maddi yardım deyil. Kəramət mənəvi yardımdır maddinin içindədir. Qur'an və Əhl-i Beytin sirəsi, Peyğəmbərin davranışı insanı istəyir, kərim insan tərbiyyət edəsin, kəramətli insan. Kəramət fəqridə mənası budur. Ki, fəqri ilə davrananda ali cənablıqla davran.